Salam əziz dostlar, mən Anar İbrahimov. Bu videomda sizə 6-cı sinif kitabında səhifə 119-da məsələ 11-i izah edəcəm. Məsələ 10-u əvvəlki videomda izah etmişəm. Məsələ 11. Koordinat sistemində A -3, 8, -8, 3, B 1, 3, C 1, -2 nöqtələrini qeyd edin. 4-cü D nöqtəsini elə qurun ki, ABCD düzbucaqlısı alınsın. ABCD düzbucaqlısının perimetrini və sahəsini hesablayın. Gəlin əvvəlcə verilmiş ədədləri quraq, koordinat sistemində quraq. A nöqtəsi -8, 3. Baxın, bu nöqtə x-in -8, y-in 3 olan nöqtəsidir. B nöqtəsi 1, 3. Bu nöqtə x-in 1, y-in 3 olan nöqtəsidir. C nöqtəsi 1, -2. Bu nöqtə x-in 1, y-in -2 olan nöqtəsidir. Qalır D nöqtəsi. D nöqtəsini necə tapırıq? Baxın, düzbucaqlının bir tərəfi, bu da iki tərəfi. Bu isə düzbucaqlının iki tərəfidir. Qalır üçüncü tərəfi. C nöqtəsindən sola gedirik, tam A nöqtəsinə perpendikular olan nöqtəyə qədər. Bu da gəlir bu nöqtəyə düşür. Bu nöqtənin də koordinatları görür D nöqtəsinin. Koordinatları olur -8, x-in -8, y-in -2 olduğu nöqtə. Deməli D nöqtəsi -8, -2-dir. Bunu tapdıqdan sonra indi gəlin düzbucaqlı alındı. A, B, C və D düzbucaqlısı alındı. İndi gəlin bu düzbucaqlının perimetri və sahəsini hesablayaq. A D-yə bərabərdir. A D parçası B C parçasına bərabərdir. Biz bunu buyuruq. Yəni düzbucaqlının yanları. Düzbucaqlının yanları A D və B C-dir. Onlar bir-birinə bərabərdir. Buradan A nöqtəsindən X-ə qədər məsafə 3-dür və X-dən də D nöqtəsinə qədər olan məsafə 2-dir. Deməli bunun ikisinin cəmi məsafə 5-dir. Deməli A D parçası AD yanı daha doğrusu 5'ə bərabərdir. O da BC-yə bərabər olduğu üçün yazırıq. AD bərabərdir BC, o da bərabərdir 5. İndi gəlin tapaq DC oturacağın. DC oturacağı bildik ki AB oturacağına bərabərdir. İndi DC-də baxın D'dən o Y oxuna, yəni ordinat oxuna qədər olan məsafə 8 ədəddir. Buradan da isə 1 ədəd də buradan gəlir. Deməli onların ikisinin cəmi 9-dur. Deməli AB bərabərdir DC, o da eləyir 9. Deməli bu düzbucaqlının tərəfi 9-un 5-ədir. Buradan da çox sadə şəkildə perimetri tapa bilərik. 2 vurulsun 9 da gəlir 5, bu eləyir 28 və sahəsi isə 5 vur 9, bu eləyir 45. Bu bizim məsələ 11. İndi gəlin keçək məsələ 13-ə. Kapitan Flint xəzinəsini uzaq bir adada gizlədir. Uzun zaman oraya gedib gələ bilmir və ölməzdən əvvəl xəzinənin yerini göstərən məktub yazır. Adadakı çayın mənbəyi koordinat başlanğıcıdırsa, adanın şimal və cənub tərəfi ordinat oxu. Qərb və şərq tərəfi isə absis oxu ilə üst-üstə düşürsə, xəzinə 3, 5, -2, 7 və -3, 4 və -3, 4, -3, 1 nöqtələrini birləşdirən parçaların kəsişmə nöqtəsində yerləşir. Xəzinənin yerini koordinat sistemində təyin edin. Deməli belə, gəlin quraq. 3, 5. Deməli x-in 3, y-in 5 olduğu nöqtə bu nöqtədir. Və -2, 7. X-in -2, y-in isə müsbət 7 olduğu nöqtə isə bu nöqtədir. İndi gəlin o birisi nöqtələri quraq. Deməli x -3, 4. X-in -3, y-in 4 olduğu nöqtə bu nöqtədir. Baxın bu nöqtədir. Və x-in -3, y-in 1 olduğu nöqtə isə bu nöqtədir. Bu nöqtəni də qurduq və onları bir-birinə birləşdirdik. Bunları birləşdirib onların uzantısı, deməli, baxın harada kəsişir. Uzantısı burada, yəni ikinci rübdə kəsişir. İkinci rüb isə şimal-qərb tərəfə düşür. Nəyə görə? Çünki deyir ki, adadakı çayın mənbəyi koordinat başlanğıcıdırsa, yəni bura, tam bu orta nöqtə, koordinat başlanğıcıdırsa, adanın şimal və cənub tərəfi ordinat oxunu. Şimal və cənub tərəfi deməli buradan şimal, bu cənub, bu ordinat oxunu. Yəni Y oxunu göstərir. O demək ki, Y oxu şimaldan cənuba doğrudur. Və orada deyir ki, qərb və şərq tərəfi isə absis oxu ilə üst-üstə düşürsə, deməli qərb x ilə üst-üstə düşürsə, qərb sol tərəfdə və şərq isə sağ tərəfdə, biz bunu bilirik. Buradan da nəticəyə gəlirik ki, deməli onların kəsişmə nöqtəsi isə bu nöqtə olduğuna görə cəhətləri də biz təyin elədik ki, deməli şimal, cənub, şərq və qərb. Deməli bunların xəzinə şimal-qərb tərəfdə, şimal-qərb nöqtəsində yerləşir. Bunun isə koordinatları deməli gəlir x -3, 6,2. Bax belə, təxminən belə gəlir, 6,5. Bu da bizim məsələ 13.
Bu videomda bu qədər. Bu videomla mən səhifə 119-da olan məsələləri bitirdim. Hələlik növbəti videolarda görüşənə.